İmişlinin Yalavac kəndində 4 yaşlı qız inyeksiyadan sonra şoka düşərək həyatını itirib. Məlumata görə hərarəti qalxan uşağa kənd tibb məntəqəsində antibiotik vurulub. İynədən şoka düşən uşaq bir neçə dəqiqədən sonra həyatını itirib. Təbibdən verilən məlumata görə martın 2 saat 18:50 radələrində 2021-ci il təvəllüdlü şəxs bir neçə gün davam edən yüksək hərarət şikayəti ilə İmişli rayon Mərkəzi Xəstəxanasının təcili və təxirəsalmaz tibbi yardım şöbəsinə yerləşdirilib. Az yaşlıya hipertermiya diaqnozu təyin olunub, zəruri tibbi yardım da göstərilib. Vəziyyəti sabitləşdiyi üçün valideynlərinin istəyi ilə müalicəsinin Qaradonlu Ailə Sağlamlıq Mərkəzində davam etdirilməsi qərarı alınıb. Az yaşlıya mərkəzdə tibbi yardım göstərilib, lakin şok vəziyyətinə düşüb. Reanimasyon yardımların göstərilməsi məqsədi ilə pasiyent yenidən rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, lakin tədbirlərin cəhdlərinə, həkimlərin cəhdlərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Ölümün səbəbinin dəqiqləşdirilməsi üçün meyit məhkəmə tibb ekspertiza və patoloji anatomiya birliyinə təhvil verilib.